Salam değerli dostlar. Bu video dersimizin mövzusu İngilis dilinin qrammatikasında isim, ismin məna və quruluşuna görə sinifləndirilməsi və onun hansı cümlə üzvlərinin funksiyasını icra etdiyi haqqındadır. İngilis dilində isim Azərbaycan dilində olduğu kimi bir nitq hissəsidir və kim, nə suallarına cavab verir. İngilis dilinin qrammatikasında isim iki qrupa bölünür. Morfoloji və semantik. Morfoloji nə deməkdir? Morfologiya dilçiliyin bir bölümüdür və sözün quruluşunu, kökü, şəkilçini, sufiks və prefiksi araşdırır. Semantika da dilçiliyin digər bir bölümü olaraq sözün mənasını təhlil edir. İndi isə gəlin baxaq, semantika qrupunda isimlər hansı məna çalarlarına görə sinifləndirilirlər. İsmin semantik qrupu. Concrete abstract nouns, konkret və mücərrəd isimlər. Common proper nouns, ümumi və xüsusi isimlər. Collective nouns, toplum, çoxluq mənası ifadə edən isim qrupu. Countable and uncountable nouns, sayılan və sayılmayan isimlər. Possessive case of noun, ismin yəlik halı. İndi isə dostlar, gəlin bu qrupdakı isimlərlə daha yaxından tanış olaq. Onların mənasını öyrənək. Concrete noun, maddi məna ifadə edən isimlərdir. Toxuna bildiyimiz, görə bildiyimiz, rəngi, forması, qoxusu, çəkisi olan, yumuşaq və ya sərt kimi xüsusiyyətləri olan bütün maddi varlıqları ifadə edən isimlərdir. Stone, daş. House, ev. Bread, çörək. Child, uşaq. Flower, çiçək. Apple, alma. Pillow, yastıq. Wall, divar. Abstract noun, duyğu və emosiyaları, vəziyyət, hal və keyfiyyəti, cəmiyyətdə və təbiətdə baş verən hadisələri, fikir, anlayış və ideyaları ifadə edən isimlərdir. Maddi mənanı ifadə edən isim qrupunun əksi olan bir semantik qrupdur. Love, sevgi. Fear, qorxu. Happiness, xoşbəxtlik. Anger, qəzəb. Freedom, azadlıq. Honesty, dürüstlük. Kindness, nəzakət. Health, sağlamlıq. Accident, hadisə. War, müharibə. Birthday, doğum günü. Idea, fikir və ideya. Knowledge, bilik. Time, zaman. Justice, ədalət. Common noun, canlı və cansız varlıqları ümumi mənada ifadə edir. Xüsusi adı olmayan, ümumiyyətlə insanlar, peşələr, heyvanlar, əşyalar, hadisələr, yerlər. Bunlar ümumi isimlərdir. Doctor, book, furniture, mebel. City, hospital, rain, accident, war. Cümlənin ortalarında və sonlarında kiçik hərflə yazılırlar. Proper noun, xüsusi isimlər, insan adları və soyadları, mehmanxana, şəhər, ölkə, xüsusi yerlər, heyvan adları, həftə, ay, bayram adları. Adları olan, xüsusiyyəti olan isimləri ifadə edirlər. Cümlədə yerindən asılı olmayaraq böyük hərflə yazılırlar. Albert Einstein, İstanbul, London, Azərbaycan, Google, Apple, NASA, United Nations, Monday, Tuesday, January, April, Ramadan, Christmas, and so on. Collective nouns, toplum, çoxluq mənası ifadə edən isimlər. Team, komanda. Audience, dinləyicilər. Crowd, insan kütləsi, insanların çox olduğu yer. Family, ailə. Furniture, mebel. Luggage,
bagaj, equipment, avadanlıq. Herd, heyvan sürüsü. Flock, quş dəstəsi, qoyun sürüsü. Pack, canavar sürüsü. Dəyərli dostlar, collective nouns qrupunda qeyd olunması gərəkən, yəni mühüm olan bir qaydaya diqqətinizi cəlb eləmək istəyirəm. İngilis dilində toplum ifadə edən isimlər, collective nouns, cümlədə xəbərlə həm təkdə, həm də cəmdə uzlaşa bilirlər. Bu isimlər həm tək anlamı verirlər, təklik anlamı, həm də cəm anlamı verə bilirlər cümlədə. Gəlin, örnəyə baxaq. The team wins every Europe League. Komanda hər Avropa liqini qazanır, uda bilir. Burada komanda tək, bütöv bir anlamda işlədilir. Ona görə də xəbər də təkdədir. The team wins. Əgər həmin söz, komanda sözü cümlədə komandanın tərkibində olan oyunçuları nəzərdə tutursa, bu zaman xəbər cəmdə işlədilir. The team are playing well. Komandanın oyunçuları yaxşı oynayırlar. Və ya daha bir example. The flock is a group of birds. Flock bir quş dəstəsidir. The birds in the flock are flying to warm places in winter. Bu dəstədə olan quşlar, yəni quşlar dəstəsi qışda isti yerlərə uçurlar. Dostlar, indi isə morfoloji qrupda ismin quruluşunun hansı aspektlərinə görə və necə sistemləşdirildiyinə baxaq. Morfoloji sinifləndirilmə. Simple nouns, sadə isimlər. Derivative nouns, törəmə isimlər. Compound nouns, mürəkkəb isimlər. Singular and plural of nouns, ismin təki və cəmi. Gəlin bu qrupun hər bir mənasına baxaq. Simple nouns tək kökdən ibarət olan, tərkibində sufiks və prefiks olmayan isimlərdir. Computer, train, paper, air, house, book və s. Əgər cümlənin içərisində biz şəkilcisi, prefiksi və sufiksi olmayan söz görürüksə, demək bu söz sadə sözdür. Simple noun. Derivative nouns törəmiş isimlərdir. Müxtəlif nitq hissələrindən, feil, sifət və ismin özündən törəmiş, isim formalaşdıran sufikslər vasitəsilə yaranmış isimlərdir. Gəlin, bir neçə sufikslərlə tanış olaq. Feildən yaranan isimlər şın, meant, or, ink, ale, re-age, your, ans, ens kimi sufikslərin vasitəsilə formalaşır. Feildən isim formalaşdıran bir neçə sufiksə gələn örnəklərdə baxaq. To invent feildir. İxtira etmək. Invention, ixtira. Şın sufiksi feildən isim formalaşdırır. To expand feildir. Genişlətmək, yaymaq deməkdir. Expansion isimdir. Genişlətmə, yayılma. To circulate dolaşmaq, dövriyə etmək. Circulation dolaşma, dövriyə. To establish qurmaq. Establishment təşkilat, müəssisə. Design, to design, dizayn etmək, layihələndirmək. Designer, layihəçi. Invest, to invest, sərmayə qoymaq. Investor, sərmayə. To train, məşq etmək. Training, təlim. Dostlar, isim formalaşdıran sufikslər çox olduğu üçün və bir videoda hər birini qeyd etmək çox zaman aldığı üçün bütün isim formalaşdıran sufiksləri və onlara uyğun nümunə isimləri
PDF formatında hazırlayıb Telegram səhifəmə yerləşdirmişəm. Oradan yükləyib istifadə edə bilərsiniz. İndi isə gəlin compound nouns, mürəkkəb isimlərlə davam edək. Mürəkkəb isimlər iki sözdən və ya iki söz və bir söz önündən ibarətdir. Birlikdə bir məna ifadə edirlər. Bitişik, ayrı və defislə yazılırlar. Məsələn, örnəklərə baxaq. Notebook, football, mother-in-law, passerby, post office, shopping mall, coffee cup. Cəmdə notebooks, toothbrushes, mothers-in-law, passers-by, fathers-in-law, bus stops, post offices, coffee cups. İndi isə mürəkkəb ismin söz birləşmələrindən fərqinə baxaq. Söz birləşmələri 2 və ya 3 sözdən ibarətdir. Bu sözlər dəyişə bilir və bundan yeni mənalar yaranır. A red car, a black car, a big house, small garden və s. Mürəkkəb isimləri formalaşdıran sözləri isə bir-birindən ayırmaq mümkün deyil. Çünki onlar birlikdə məna daşıyırlar. Fərq bundan ibarətdir. İsmin cümlədə funksiyaları: mübtəda, subject, tamamlıq, object, təyin, attribute, zərflik, adverbial modifier. Örnək cümlələrə baxaq. The student reads a book. Burada student sözü mübtədadır. İsim mübtəda funksiyası icra etmişdir. She bought a toy for her daughter. O öz qızı üçün bir oyuncaq aldı. Nə aldı? Burada isim tamamlıq funksiyası icra etmişdir. His school bag is very heavy. Onun məktəb çantası çox ağırdır. Məktəb çantası, school bag. Buradakı school sözü, ismin önündəki söz təyindir. Demək, isim təyin funksiyası da icra edir. He passed his English exam yesterday. O dünən ingilis dilindən imtahan verdi. Yesterday, adverbial modifier, zərflikdir və isim cümlədə zərflik funksiyasını icra edir. Dostlar, bu video dərsimiz sona çatdı. Lakin isim mövzusunu daha 3-4 video dərslə tamamlayacağıq. Növbəti dərslərdə görüşənə qədər hələlik.